yanar. Onu heç bir cəhdlə söndürmək olmaz. Ey Allahın bəndələri, bu dünya fanidir. İman ışığına sığının. Hər kəs imanlı ömür yaşamır. Allah'ı dərk edib, onun imanına yığışanlar, yaşantılarında həyatı dərk edə bilirlər. Yetər ki, Allah yolunda Allah'ın verdiyi nemətləri xərc edə biləsən. Adicə, quru nəfəsi də. Allah'ı dərk etmək yalnız namaz qılmaqdan ibarət deyil. Allah'ın yarattığı kasıb bəndələrə imkan daxilində əl tutmaq Allah qatında savab sayılır. İnsanın hər bir əməli imtahan sayılan dünya üçün deyil, onun ahirəti üçündür. Nə yaxşı ki, bu dünya xeyrxah iman sahiblərindən xali deyil. Xeyrxah iman sahibləri bəlkə də bəşəriyyəti fəlakətlərdən xilas edirlər. Xeyrxahlıq onlara ilsən çəkir. Bu xüsusiyyətdə olan iman sahibləri xeyrxah əməllərdən böyük zövq alırlar. Quba rayonunun qazısı, Ərdəbil Məscidinin axundu, Qafqaz Müsəlmanlar İdarəsinin Şeyx İslamı Hacı Allah Şükür Paşazadənin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Naib Heybətoğlu Səttərov kimi güclü mütaliə ilə məşğul olan öz imanı ilə hamıya nümunə göstərən gənc ilahiyyatçı Hacı Naib Səttərov hələ uşaq yaşlarından haqq yolunu seçmiş, insanların mənəvi dayağı olmuş, dinə bağlılığı ilə onların mənəviyyət aləminin keşfində durmuşdur. Heybət kişinin ailəsində böyüyən 9 uşağın sonuncusu. Daha doğrusu ailənin son beşiği olan Naib, 1971-ci ilin iyulun 16-sında Quba şəhərində dünyaya göz açıb. Anası Səknə xanımın arzusu oğlunu dindar görmək olub. Ananın bu arzusu əbəs deyildi. Naibin dinə meyilli olması anaya agah olmuşdur. Ana arzusu və qəlb istəyi balaca Naibi 9 yaşında müqəddəs kitabımız olan Quran-ı Kərimə öyrənməyə vadar edir. Ancaq o zaman Sovet İmperiyası dövrü idi. Qadağalar bu zamanda dinə qalib gələ bilmədi. Qılınc qana qalib gələ bilmədiyi kimi. Bismillahirrahmanirrahim. Ataların bir gözəl misalı var. Mən istədim bu əvvəlin danışığımı ataların misalı ilə, çünki onun öz müqəddəsliyi var, o kəlamlarla başlayayım. Bir niyyətin ora, mənzulun ora. Hələ Allah rəhmət eləsin, Kərbəlayı Mir Əbdülsəməd ağa ki, rayonumuzun mötəbər afətlarından idi. Ağa o vaxtı mənim bacımın evində qalırdı. Mən həmişə gedərdim ağanın yanına, müəyyən qədər onun yanına gələn üləmaları, alimləri, din xadimlərini görürdü və məndə istər-istəməz dinə bir maraq, bir məhəbbət yaranırdı. Və müəyyən qədər o dövrdə hətta ağadan Allah cəmi ölənlərə rəhmət eləsin, atam rəhmətlik, onda xahiş edir ağadan ki, mənə Qurandan dərs düşün deyə, Mirsəməd ağadan. Sonra mən olur, ağanın da çox qoca yaşlı vaxtları idi, bir müddət mənə müəyyən hərfləri dərs dedi ağa, sonra rəhmətə getdi. Ruhu şad olsun, ağanın məclisindədir olan, o gələn din xadimləri, 40 gün böyük bir məclis, böyük bir ehtiram falan, bu mənə müəyyən qədər də məhəbbət yaradırdı dinə. Orada gedən o dini söhbətlərə, əxlaqi, tərbiyəli söhbətlər mənə istər-istəməz, mən onu elə bilginəm ki, bir insan yemək yiyən kimi və yaxud bir maye qəbul edən ki, mən onu qidalanırdım, onu qəbul edirdim. Bəlkəm də bu günləri mənim bu gənc yaşlarımdan, elə 9 yaşım var idi, o yaşdan mənim bu ilahi olan məhəbbət bəlkə də bir ilahi vergisidir. Mən bunu belə adlandırardım və bu ilahi vergisidir. Mən gəldim ondan sonra, demək, Qubanın ağsaqqalı idi, Kərbəlayı Ələkbər əminin yanına.
Dedim ki, yəni ağanın özünü, Kərbəlayı Əkbər əmin özünü müraciət elədim ki, əmin mənə Qurandan dərs vergilən yarımçıq qalmışam. Doğrudan da onun çox tələbələri olub, yəni birinci tələbəsi Ələkbər əminin mən olmuşam. Götürdü bu kişi məni Quran oxumağa, gördü elə əvvəlinci gündən mənə 3 dənə hərf verirdi, mən bunu məcbur edirdim ki, mənə 6 dənə hərf verginəm və ya 10 dənə hərf verginəm və ilə axır bu cür özünün tələbi var idi, özünün marağı var idi. Ondan sonra bu kişi mənə doğrudan da 2 dəfə, 3 dəfə Quranı keçdi, özü çox mötəbər adamdır, mömin adamdır, çox imanlı kişidir. Çox məni belə incəlikləri gedirdi mənim üçün. Mənə daha da o ləzzət edirdi. Özü də elə bir ağır devir idi ki, onda həm mən orta məktəbdə oxuyurdum, həm də bu kişi özündən qorxurdu ki, bunu incidərlər, imperiya dövrüdür. Onda bu evdə zaten Quran dərsi vermək biraz çətin idi, qorxulu idi. Mən Quranı inanın ki, yaxamda gizlədirdi, Quran dərsinə gedirdim. Yəni uşaqlar gedib futbol oynayanda, başqa gedib məsələn oyunla, əyləncələ məşğul olanda, mən gələrdim evdə, o kişi mənə əgər 10 dənə hərf veribsə, mən o 10 dənədən əlavə o biriləri də başlayırdım onlara maraq göstərməyə. Və tədricən qorxa-qorxa özü də axşam hava qaralandan sonra gedirdim, döyürdüm kişinin qapısını, Quranı da gizlədərdim qarnımda, yəni yaxamda gizlədərdim, ya məsələn bir cür görməsinlər əlimdə mən kitabla gedirəm bura. Onda da Quran tapmaq çox çətin idi. Mən nə qədər o vaxtın elə adamlarına, müəyyən din adamlarına da müraciət edirdim. Quranı, yəni bunlar çoxları deyir ki, bu uşaqdır, cavandır, Quranı istəyir, Quran verək falan. Çoxları, bəziləri hətta paxıllıqdan və yaxud nədənsə görürdüm ki, buradan məni yayındırmağa meyil göstərirdilər. Çox sonralar, orta məktəbi bitirdikdən sonra Naib Qafqaz İslam Universitetinə daxil oldu. Təhsil aldığı dövrdə Naib bir sıra rayonlarda təcrübəçi axund kimi fəaliyyət göstərir. Xorasana, İmam Rıza məqbərəsinin ziyarətinə gedir. 1990-91-ci illərdə Qubada təcrübəçi axund kimi fəaliyyət göstərən Məşədi Naib neçə şəhidin dəfnini təşkil edir. Hətta gənc din xadiminə olunan haqsızlar da onu öz işindən ayıra bilmir. 1995-ci ildə İslam Universitetini uğurla başa vurur. Sattarov Naib Heybətov. Seyyid Cəfər Ələkbərov. Allaha, Peyğəmbərimiz Məhəmməd Səlavatıllaha, onların qoyduğu yola inam, istək, ehtiram, Hacı Naibi 1996-cı ildə Qubada möhtəşəm məhərrəmlik mərasimlərini keçirməyə vadar edir. İslam dininə olan məhəbbətlə ürəyi alışıb yanan gənc iman sahibinin böyük uğuru o idi ki, böyük bir kütləyə İslam dininin müqəddəsliyini dərk etdirə bilirdi. Məscid önünə axşam minlərlə insan seli Allaha, Rəsulullaha, imamlara hörmət, ehtiram nümayiş etdirirdilər. Paklıq, müqəddəslik, düzlük təbliğ edən İslam dininin gözəlliyi 1995-ci ilin aprelin 17-sində Qubaya axund təyin olunan Naibin xeyirxah əməli ilə uzlaşırdı. ...1996-cı ildə İslam aləminin müqəddəs ziyarətgahı olan Kərbəla, Nəcəf şəhərlərində İmam Hüseynin, Həzrət Əbülfəz Abbasın və digər Kərbəla şəhidlərinin məqbərələrini ziyarət etmək şərəfinə nail olan Axund Naib, sidq ürəklə İslam dininə sadiq, Allah bəndəsi kimi insanların məhəbbətini qazanır. Neçə ailənin dağılmasının qarşısının alınması,
Onlarla gəncin tövbə edilməsində axund sözünün kəsərliliyi Quba cəmaatının qəlbində bu məhəbbəti yaradır. Axund Hacı Naib bizim cavan axundumuzdur. Ən yaxşı, ən savadlı alimlərdən biridir. Şəhər onu hamısı sevir. Onu sevməyən olmaz. Ancaq ələncik adamdan gerək Qubada gerək bir iki dənə olaydı. Allah onu tək yaratıb. Tək yaratıb. Özü də yaxşı savadlı, yaxşı mehriban, xalqına xidmət eləyən, xalqın ölüsü öləndə pulsuz yerdən götürən, hər bir şeyə lazım olan adamdır. Nəhayət, 1997-ci ildə Səkinə ananın arzusu yerinə yetirir. Kərbəlayı Naib ailə qurur. Allahın rizası və ana arzusu bir-birinə qovuşur. Respublikanın hər bir güşəsindən Axund Naibin toyuna təşrif getirənlər onun haqqında öz fikirlərini bildirdilər. Professor Tofiq Rüstəmov və Hacı Cəbrail kimi. Əziz həmvətənlər, əziz qonaqlar, mən özümü xoşbaxt sayıram ki, bugün belə bir məclisdə iştirak edirəm. Uzun illər boyu tanıdığım şəxsiyyətinə, səsinə, sənətinə hörmət elədiyim, dərindən hörmət elədiyim və mərhum atamın da əziz saydığı Kərbəlayının toy məclisində iştirak edirəm. Mən də sizə qoşulub onu ürəkdən təbrik edirəm. Oğlu qızda olsunlar, xoşbaxt olsunlar və yeri gəlmişkən deyim ki, Bakıda bizim bu il Mart ayında Quba Xeyriyyə Cəmiyyəti yaradılır. O cəmiyyətin də rəhbərliyinin adından, idarə heyəti adından Kərbəlayı Naibi təbrik edirəm. Arzu edirəm ki, ürəyində tutulur, bütün arzular, bütün əməllər yerdə yetsin. Qoca qarısının oğlu qızda olsun, xoşbaxt olsun. Yeri gəlmişkən, əziz müğənnilərimiz, Azərbaycanın ən tanınmış müğənniləri, muğamın ən böyük ustadlarından biri, bəlkə də birincisi bu mənim şəxsi fikrimdə Arxan müəllimə təşəkkürümü bildirirəm. Onun həmkarları Firuz müəllimə, Ədalət müəllimə təşəkkürümü bildirirəm. Biz onlara həmişə sevə-sevə qulaq asmışıq və gözəl fürsət oldu ki, bu il üzbəüz oturub onlara qulaq asırıq. Təşəkkür edirəm, xoşbaxt olsun, hamısı sağ olun. Dəfələrlə İmam Əli süfrəsi açan, kasıblara, imkansızlara əl tutan Axund Naib müqəddəs hac ziyarətinə 1998-ci ildə gedir. Bütün dini qanunları Allaha olan sevgisi ilə yerinə yetirən iman sahibi, gənc ilahiyyatçı bu ziyarətdən sonra hacı adını qazanır. Onun özünə məxsus xüsusiyyətləri, dinə bağlılığı, həc yoldaşları ilə mehriban münasibəti Hacı Mir Qasım Cəfərovun dediklərindən aydın olur. Aydın olur ki, pak imanla imama, Allaha qovuşmaq istəyi Hacı Naibin din yolunda fədakar fəaliyyətidir. Eləcə də Axund Naib din sahəsində 2 yaşlarından bu işə qədəm qoyub və ona görə də bugünkü gənc nəslinin təlim tərbiyəsində onun dini sahədə böyük müvəffəqiyyətləri vardır. Ondan başqa çox adamlar var ki, dini sahəyə 50 yaşından, 60 yaşından sonra, yəni pensiya çıxandan sonra, müəyyən mənada işləri gətirməyəndən sonra dini sahəyə qədəm qoyub ondan gəlir vasitəsi kimi istifadə etdikləri halda Axund Naib cavan ikən, cavan yaşlarından, 9 yaşından mən tanıyıram ki, bu şəxs həmişə Allaha ibadət edib, namaz qılıb. Bütün bu istəklər onu gətirib bu yüksək posta, yüksək rütbəyə çalışdırıb. Ona görə də mən bir daha qeyd etmək istəyirəm ki, Axund Naiblə Məkkə ziyarətində olduğum 15 gün ərzində onunla mən səmimi yoldaş olmuşam. O, baxmayaraq ki, bölgənin qazısı olub, həmişə
yaxşı mənada özünü göstərib, mən bir Qubalı ziyalısı kimi belə bir şəxslə, belə bir axınla fəxr edirəm. Arzum budur ki, belə axınlarımızın sayı Azərbaycan Respublikasının digər bölgələrində də çox olsun və bunlar da bizim dövlətçiliyimizin timsalında, dövlətçiliyin mövqeyində çalışsınlar, həmişə insanlara öz şəfalı, mərhəmətli əllərini çatdırsınlar. Müdrik, uzaq görən xüsusiyyətə malik gənc ilahiyyatçı qızı Səkinə xanımın şıltaqlığından böyük həzz alır. Hacı Naib öz evladını da dinə sadiq ruhda böyüdüb tərbiyə edir. İnsanlara olan sevgisini, dinə olan məhəbbətini o belə izah edir. O izahında insanlara İslam dininin paklığından, müqəddəsliyindən xəbər verir, bəzi məqamları açıqlayır. Çünki Quranda Allah buyurur, mən Qur'anı dağlara nazil eləsəydim onun məsuliyyətindən əriyərdi. Ancaq insan evladı, Adəm evladı belə bir müqəddəs kəlamı əlin qoyursa Qur'anı, ona and içib neysə